nəzəriyyəsi necə adlanırdı? Howard Gardner'in nəzəriyyəsi. Aha. Çoxnövlü intellekt, bəli, çoxnövlü zəka, çoxşaxəli zəka və ya fərqi yoxdur. İntellekt, zəka yazıla bilər, eyni şeydir. Yaxşı, bəs Piaget'in nəzəriyyəsi necə adlanırdı? Jean Piaget. Zehni inkişaf. Bəli, zehni inkişafın mərhələləri nəzəriyyəsidir. Vygotsky, Lev Vygotsky'nin nəzəriyyəsi. Sosial inkişaf. Lev Vygotsky, sosial inkişaf nəzəriyyəsi. Bəli. Karol Dweck xanım isə Düşüncə tərzi. Açıq, qapalı. Karol Dweck isə düşüncə tərzi nəzəriyyəsini yazmışdır. Doğrudur, bəli. Bu alimlərdən sizcə oyunlarla öyrənmə hansılarının oxşar cəhətidir? Vygotsky. Bəli, bu Vygotsky və Piaget nəzəriyyəsinin oxşar cəhətidir. Öyrənmə prosesində müxtəlifliyin nəzərə alınması bu alimlərdən hansının oxşar tərəfidir? Öyrənmə prosesində şagird müxtəlifliyinin nəzərə alınması. Hansı alimlərin oxşar cəhətidir ikisinin? Fatimə xanım, bilirsiniz? Müəllim, yəqin ki, zehni inkişaf olar, bir də Gardnerin nəzəriyyəsi ola bilər. Aha, Gardneri düz deyirsən, amma zehni inkişafla əlaqəsi yoxdur. Şagirdlərin öyrənmə müxtəlifliyini nəzərə almaq Gardnerlə Vygotsky'nin oxşar cəhətidir. Vygotsky, sosial inkişaf nəzəriyyəsi. Niyə? Baxın, Vygotsky deyir ki, uşaqlara müxtəlif yollarla dəstək olun. Onların hamısı eyni öyrənə bilmir. Müxtəlif scaffolding strategiyalarından istifadə edin. Müxtəlif deyəndə bunu nəzərdə tuturuq. Bir də Gardner deyir ki, şagirdlərin öz intellekt növünə uyğun olaraq müxtəlif formalarda onlara çatdırın. Piaget deyir ki, öz yaşlarına uyğun çatdırın sadəcə. Yaşın uyğunluğunu vurğulayır Piaget ən çox. Bəli. Yaxşı, belə. Piaget'ə görə öyrənmədə 4 inkişaf mərhələsi keçirdi şagird. Kim deyər, bunlar hansılardır və hansı yaş dövrlərini əhatə edir? Səbinə Muxtarova, buyurun. Deməli, 4 yerə bölür. Birinci hissəsi birinci hissi hərəkə adlanır, sensomotor mərhələ. İkinci gəlir daha sonra ilkin, üçüncü konkret, dördüncü formal. Üzümü sayın. Birinci deməli hissi hərəkə olan mərhələdə 0-2 yaş aralığını əhatə edir. İkinci mərhələ ilkin əməli mərhələ 2-7 yaş aralığını. Üçüncü mərhələ isə, yəni konkret əməli mərhələ təxmini 7-11-12 yaş aralığını, 12 yaşdan da yuxarı yetkinlik yaş dövrü formal əməli mərhələni əhatə edir. Bəli, formal əməli mərhələni əhatə edir, doğrudur. Egosentrik nitq, egosentrik düşüncə hansı yaş dövründə özünü göstərir? Egosentrik nitq. Nə idi bu? Almaz xanım. Bütün proseslərin mərkəzində özlərini görürlər. Egosentrik düşüncədə. Aha, bəli, doğrudur. Özlərini. Hansı yaş dövrüdür bu? 2-7 yaş aralığı. 2-7 yaş aralığı, yəni, bəli, ilkin əməli. İlkin əməli. Doğrudur. İlkin əməli mərhələ. İlkin əməliyyatlar mərhələsi. Bəs əgər uşaqlarda ayrılıq təşvişi sindromu varsa, bu hansı mərhələdir? Və nədir ayrılıq təşvişi sindromu? İlahə xanım. Müəllim, o oyuncağı əlindən alınmış uşağın o nətər idi? Ağlaması.
Hə, ağlaması və yaxud da ki, onu axtarması, onu tələb etməsi. Aha. Bu mənim təkcə, yəni oyuncaqla bağlı deyil də, ümumiyyətlə bağlı olduğu hər şeyləndir. Valideynləri də ola bilər, anası da ola bilər məsələn. Bəli, doğrudur. 2-7 yaş arası ilə, yəni arası mərhələyə uyğun gəlir. 0-2 yaş arası. Bəli, hissi hərəkət Bəli. mərhələdə uşaqlar Bəli, aylıq hissi keçmişi hərəkət yaşaya mərhələdə. bilirlər. Bəli. Onlar sevdikləri, öyrəşdiyi, emosional bağlandığı insanlardan və ya əşyalardan hər hansı bir oyuncağını ayrılmaq istəmirlər. Doğrudur. Bəli. İnduktiv düşünmə və abstrakt təfəkkürün əsası hansı mərhələdə qoyulur? Və nədir induktiv düşünmə və abstrakt düşünmə? Leyla Rəhimova, buyurun. Bu konkret əməldir, yəni 7-11 yaş aralığı olanlardadır və burada daha çox yəni mühakiməyə əsaslanılır və burada abstrakt və hipotetik konseptlər məsələn burada yəni abstraktda məsələn hesablama apara bilirlər, induktivdə məsələn məntiqdən istifadə edə bilirlər və mühakimə əsaslanaraq fikirlərini formalaşdıra bilirlər. Bəli, doğrudur, düzdür. Deməli, onlar induktiv düşünmələr xüsusidən ümumiyə gedirlər. Keçən dəfə məntiqi təfəkkürdə də elə dünən bu haqda danışmışıq sizinlə. Bəli. Yaxşı müəllimlər, bəs sizcə uşaqlarda hansı dövrdə əşyalarla manipulyasiya edərək öyrənmə olur? Əşyalara toxunaraq manipulyasiya edərək öyrənirlər. Hissi hərəki, bəli. Hissi hərəki 0-2 yaş arasında bu xüsusiyyətə malik olurlar. Hansı yaşlı uşaqlar rəngləri tonlarına görə fərqləndirə bilər? Rəngləri artıq tonlarına görə fərqləndirirlər. Konkret əməli, bəli. 7-12 yaş arası konkret əməlidə. İlkin əməlidə 12-yə qədər rəngi tanıyırlar. Amma artıq konkret əməlidə rəngləri tonlarına görə də fərqləndirə bilir bir çox uşaq, yəni ümumilikdən danışırıq da biz. Və Piaget deyirdi ki, uşaqlar bu yəni mərhələləri tez də keçə bilər, gec də keçə bilər. Düzdür? Yəni elə uşaq var ki, misal üçün deyirəm, ilkin əməlli mərhələnin xüsusiyyətləri hissi hərəkətə də keçə bilər. Və eləsi var ki, çatıb 30 yaşına hələ də ilkin əməlli mərhələnin xüsusiyyətlərini özündə əks etdirir. Məsələn, özünü dünyanın mərkəzində görür, egosentrik düşünür. Və ya hələ məntiqli düşünə bilmir, hər şeyi ümumiləşdirir, məntiq xətalarına yol verir, özünü bənzədir məsələn. Bəli, yəni boy olaraq, yaş olaraq böyüyüb, amma zehni inkişafı böyüməyib, zehni inkişaf eləməyibdir. Zehni inkişaf eləmədiyinə görə insanda mənəvi inkişaflar da formalaşmır. Baxın, Piaget'in nəzəriyyəsi birbaşa kimin nəzəriyyəsi ilə bağlı idi? Dünən də bu haqda dedik. Kolbergin nəzəriyyəsi Piaget ilə bağlıdır. Bəli, Kolberg deyirdi ki, mənəvi inkişaf zehni inkişafla sıx bağlıdır. Yəni, zehni inkişaf eləməyən adam, düşünməyə bacarmayan adam, hələ də özünü hər şeyin mərkəzində görən, həddən artıq ümumiləşdirən, məntiq xətalarına yol verən adam təbii ki, mənəvi inkişaf olaraq özünü kimin yerinə qoya bilər ki? Və ya hansı universal etik prinsiplərinə sahib ola bilər ki? Ona görə də gərək uşaqların zehni inkişaf formalaşsın ki, mənəvi həyatı da, dünyası da dərinləşsin, zənginləşsin. Bəli, doğrudur. Belə. Formal əməli mərhələ ilə bağlı hansı xüsusiyyətlər deyə bilərsiniz? Formal əməli. Leyla Şərifova, buyurun. Bu dövr artıq uşaqlarda yeniyetməlik dövrü sayılır. Artıq 12 yaşdan sonraki olan bir dövrdür. Burada artıq uşaqlar məcazi anlayışlar haqqında fikir yürütməyə başlayırlar və burada deduktiv düşüncə tərzi əsas təşkil eləyir. Ədalət, yaxud da ki, insaf, vicdan kimi anlayışları artıq onlar dərk eləyib qavraya bilirlər mücərrəd anlayışları. Düzdür, bəli. Daha çətin suallara artıq cavab tapırlar burada, doğrudur. Bütün çətin məsələlər bura aiddir. Bəli, belə. Yaxşı müəllimlər. Vygotsky nəzəriyyəsi sosial inkişaf adlanır. Vygotsky'yə görə öyrənmənin əsasında nələr dururdu? Piaget'dən fərqli olaraq müqayisə eləyək.
Səbinə xanım, buyurun. Deməli, Vygotsky'yə görə əsasən sosial öyrənmə, sosial mühit daha önəmlidir. Deyirdi ki, düzdür, Piaget'in dediyi kimi şagirdlərin öyrənməsi üçün zehn lazımdır, amma onunla yanaşı sosial münasibətlər də önəmlidir. Piaget isə bunun əksinə ünsiyyətin daha az təsir olduğunu, minimum təsir olduğunu bildirirdi. Bundan əlavə Vygotsky'də zehni inkişafın heç bir mərhələsi yox idi, amma Piaget'də sırf mərhələlərə uyğun bölünmüşdü. Birinci Piaget'ə görə zehni inkişaf birinci gəlir, daha sonra şagird öyrənir. Amma Vygotsky'də tam əksi idi. Gərək öyrənsin ki, zehni inkişaf etsin, bu şəkildə düşünür. Hər ikisinin ortağı da oydu ki, rollu oyunlardan, ümumiyyətlə oyunlardan istifadə uşaqların inkişafı üçün müsbət təsirlidir. Düzdür, bəli, doğrudur, düzdür. Deməli, əsas ünsiyyətin rolunu, başqalarının böyüklərlə ünsiyyəti önəmli görürdü. Sosial münasibətlərin təsiri. Nədir yaxın inkişaf zonası, müəllimlər? Yaxın inkişaf zonası. Günel xanım, buyurun. Müəllim, yaxın inkişaf zonası digər adı YIZ adlanır. Burada ən səmərəli tədris hesab olunur. Scaffolding, yəni müvəqqəti körpü rolunu oynayır şagirdlər üçün. Hər hansı bir şey öyrənməkdə onlara dəstək olur, sonra isə öz dəstəyini buraxır və ondan sonrasını şagird özü yerinə yetirir. Bunu diferensiallıqla qarışdırırlar çox vaxt. Scaffolding bir dərsə əhatə edir, amma diferensiallıq isə ümumi bir təhsil prosesini əhatə edir. Yəni scaffolding daha geniş diferensiallaşma daha geniş anlayışdır, amma scaffolding isə daha dar anlayışdır. Bu bir dərsə əhatə edir. Əksinə. Əksinə. Bəli, əksinə. Bəli. Diferensiallıq daha sadədir, o bir dərs prosesində olur. Scaffolding amma daha geniş yanaşmadır. O istənilən tədris mühitində ola bilər. Ailədə, evdə, yəni məktəbdə, çöldə. Scaffoldingi hər kəs eləyə bilər. Əsas odur ki, daha təcrübəli biri olsun. Özündən yaşca balaca bir dostu da eləyə bilər, sinif yoldaşı eləyə bilər. Yəni, daha təcrübəli başqasının köməyi. Diferensial təlim amma dərs prosesində qurulur, bəli. Deməli, biz dedik ki, yaxın inkişaf zonası odur ki, mən uşağın bacarmadığı bir işlə, bacaracağı arasındakı zona, məsafə, öyrənmə zonası. Nəyi bilir hal-hazırda və nəyi öyrənmək istəyir, gedəcəyi həmin o yol, məqsəd. Baxın, yaxın inkişaf zonası daha geniş bir anlayışdır. Scaffolding onun tərkib hissəsidir. Ümumi bütün zona, dövr yaxın inkişaf zonasıdır. Əgər diferensial təlim scaffoldingin içərisində yer alırdısa, scaffolding özü də yaxın inkişaf zonasının içərisində yer alır. Misal üçün, uşaq bir problemlə qarşılaşır, bir tapşırığı həll edə bilmir. Burada başlayır yaxın inkişaf zonası, YIZ. Yaxın inkişaf zonası uşaq bir şey həll edə bilmir. Özündən daha təcrübəli başqası, müəllimi gəlir ona, istiqamət verir, yol göstərir, müvəqqəti dəstək göstərir. Uşaq başlayır ki, icra eləməyə. Scaffolding olur, bitir. Müvəqqətidir scaffolding. Uşaq onu başa düşənə qədər davam etdi. Başa düşəndən sonra müəllim çəkildi geri. Scaffolding bitdi. Amma yaxın inkişaf zonası hələ də davam edir. O, daha təcrübəli şəxs əlini çəkəndən sonra da davam edir. Nə vaxta qədər? Uşaq onu tək başına özü edə biləcəkmi? Çatacaqmı o nəticəyə? Artıq müəllim onu buraxandan sonra özü hədəfə çatmalıdır. Hədəfə çata bilirsə, deməli, yaxın inkişaf zonası tamamlanır. Navasti, belə elədim indilər kimi. Burada nə olur? Tamamlanır və yaxın inkişaf zonası tamamlandı. Scaffolding yəni onun daxilində baş verən bir prosesdir. Belə. Bitməsə, bəli, yenə də scaffolding ola bilər. Scaffoldingə aid nümunələr çəkə bilərsiniz. Scaffoldingin pozulması ilə bağlı. Fatimə xanım, buyurun. Müəllim, scaffoldingə aid nümunə olaraq deyə bilərik ki, məsələn, müəllim tapşırığı şagirdlərə
Yəni deyəndə orada nümunələr göstərə bilər, təlim nəticələrini elan eləyə bilər, digər şagirdlərin bir-biri ilə qarşılıqlı əməkdaşlıq eləməsinə şərait yarada bilər, dərsdə hansısa bir əyani vasitələr gətirə bilər. Yəni bu yollarla skaffoldinq edə bilər. Bəli, Əgər doğru. məsələn təlim nəticəsini şagirdlərə elan etmirsə, artıq burada skaffoldinq etmiş olmur. Yaxud da nümunələrlə göstərmirsə, burada da etmir. Sonra terminlərdən əgər hər hansı bir mətndə terminlər varsa, müəllim o terminlər haqqında çətin terminlər, yəni bəziləri haqqında məlumat verə bilər. Sonra abreviaturalardan istifadə edərək şagirdləri öyrədə bilər. Yəni bu kimi bəzi çətin sözlərin tələffüzünü deyə bilər və s. Düzdür, bəli, doğrudur. Bunlar hamısı scaffolding strategiyalarıdır, bəli. Bir Bəs mənim müəllimlər, qiymətləndirmə meyarları deməlidir. Bu da var idi. Qiymətləndirmə meyarları, rubrikləri falan. yaxşı. Bəs müəllimlər, sizcə Karol Dweck'in nəzəriyyəsi necə adlanırdı? Karol Dweck. Və nədən bəhs edirdi bu nəzəriyyə? Səbinə xanım, buyurun. Bu deməli nəzəriyyənin adı düşüncə tərzi adlanır. Düşüncə tərzində əsasən Dweck deyirdi ki, şagirdlərin düşünməsinə görə hər hansı bir hadisədən, hər hansı prosesdən sonra onların ifadə etdiyi düşüncəyə görə iki tip düşüncə tərzi yaranır. Qapalı düşüncə tərzi, bir də açıq düşüncə tərzi. Açıq düşüncə tərzi o idi ki, şagird daim inkişafa açıq olurdu. O düşünürdü ki, məsələn, mən əgər bir işi edə bilmirəmsə, bunu hələ ki bacarmıram adlandırırdı və inkişaf edərək öyrənməyə açıq idi. Çevik düşüncə tərzində olur. Şagird yəni motivasiyadan düşmür. Nə qədər yanlış etsə də səhvlərindən öyrənməyi sevir. Qapalı düşüncəsi tamamilə bunun əksidir. Əgər bir işi bacarmırsa, yox, bundan sonra tamamilə bacarmayacağını düşünür. Hətta belə bir söz də var idi ki, sən əgər bacarmayacağını düşünürsənsə, haqlısan. Yox, əgər bu işi bacaracağını düşünürsənsə, yenə də haqlısan. Yəni düşüncə tərzindən asılıdır. Qapalı düşüncə tərzində çevik düşüncə deyil, bu düşüncədən qaçır, qətiyyən öyrənmə tərəfdarı deyil. Əgər bir səhv varsa, səhvlərdən qaçır və səhvlərin üzərində öyrənməyi bacarmır. Düzdür, bəli, doğrudur, düzdür. Gardnerin nəzəriyyəsi necə adlanırdı müəllimlər? Howard Gardner. Çoxnövlü intellekt nəzəriyyəsi. Burada nələrdən bəhs olunur Gardner nəzəriyyəsində? Surə xanım, buyurun. Surə xanım. Həmən açdım. Hı -hı. Mənim Gardner nəzəriyyəsi çoxnövlü zəka nəzəriyyəsi mənim. Burada Gardner deyir ki, ilk növbədə şagirdlərin öyrənmə özəlliklərini müəyyən etmək lazımdır ki, ondan sonra buna uyğun fəaliyyət seçəcək. O zaman dilin ötürmə prosesi daha yaxşı həyata keçirilmiş olacaq. Gardnerə görə də 8 növ, bəzən 9 növ öyrənmə nəzəriyyəsi mövcud idi. Bir də verbal lingvistik intellekt idi. Yəni sözlərlə həm şifahi, həm yazaraq, yəni bu şəkildə şagirdlər öyrənirdilər. Əsasən sözlərlə öyrənirdilər. Oxumağı, yazmağı, söz oyunları sevirdilər. Digəri musiqi ritmli intellekt idi. Daha doğrusu məntiqi riyazi, sonra musiqi ritmli intellekt var idi. Sonra məkan vizual intellekt, naturalist intellekt, sonra şəxslərarası intellekt, bədən kinestetik və bir də fərd daxili intellekt. Fərd daxili intellekt, bəli, doğrudur. Naturalistik qaldı. Naturalistik intellekt, düzdür. Yaxşı müəllimlər. Şəxslər arası intellektlə bağlı nə deyə bilərik? Şəxslər arası intellekt nədir ümumiyyətlə? Şəxslər arası. Sevda xanım, buyurun. Mən bunlarda empatiya güclü olur. Ətrafdakı insanlarla bir yerdə olmağı sevirlər. Yəni ən çox onları başa düşürlər, onların üz ifadələrindən, mimikalarından, jestlərindən anlaşılır hər şey. Burada rollu oyun üçün kartlar deyə bilərik, layihə üzərində iş bunlar üçün aiddir deyə bilərik. Doğrudur, bəli. Deməli, onlar empatiya qurmağı, sosiallığı, ünsiyyətdə olmağı sevənlərdir. Təşkilatçılığı, liderliyi sevirlər. İnsanlarla bir arada olmağı üstün görürlər. Bəs müəllimlər, məntiqi riyazi intellekt nədir?
Onlar ekstravert şəxsiyyət tipinə yaxındılar. Amma yəni tam da ekstravertdirlər deyə bilmərik. Məntiqi riyazi intellektə nələrə aiddir? Günay İbrahimova, buyurun. Burada riyazi bacarıqlardan effektiv istifadədir. Yəni onlar düzgün mühakimə edə bilirlər. Sonra səbəb-nəticə əlaqələrini düzgün müəyyənləşdirə bilirlər. Məntiqi cəhətdən daha çox inkişaf edib də onların intellekti. Düzdür, bəli, məntiqi riyazi. Problem həll etmək, qərar qəbulu, bəli. Bunlar hamısı aiddir. Plan tərtib edir, məsələn, şahmat, dama oyunlarını sevir. Bax, sadəcə bir plan tərtib edirsə, məntiqi riyazidir. Amma özü ilə bağlı bir plan tərtib edirsə, bu zaman nə olur? Fərd daxili intellekt. Fərd daxili olur, bəli, düzdür. Fərd daxili olur. Fərd daxili intellektin hansı xüsusiyyətləri var? Bu haqda nə deyə bilərik bəs? Mədinə xanım, buyurun. Fərd daxili intellektə sahib olan insanlar öz hissləri ilə məqsədlərinə əsasən yəni düşünürlər, qarşılarına bir məqsəd qoyurlar, özlərini refleks edirlər və xəyal qurmağı sevirlər, həmçinin özləri ilə bağlı bir plan hazırlayırlar. Daha çox onlar tək qala biləcəyi, gizli, yəni özü üçün müəyyən bir gizli məkanları olur ki, orada tək qalıb özü ilə bağlı yəni fikirləşirlər, öz tempi ilə işləməyi sevən insanlardır daha çox. Yəni belə. Bəli, doğrudur, düzdür. Doğrudur. Yaxşı müəllimlər. Verbal lingvistik intellekt haqqında nə deyə bilərik? Verbal lingvistik insanlar daha çox nəyi sevirlər? İlahə İbrahimova, buyurun. Mən bu tip şagirdlər daha çox, yəni sözlərin belə deyək ki, sözlərlə özlərini ifadə etməyi və sözlərlə öyrənməyi həmçinin üstün tuturlar. Onlar ən çox danışmağı, şərh etməyi sevirlər. Belə. Bəli, doğrudur. Yazmaq, oxumaq, danışmaq, bunlar hamısı aiddir verbal lingvistiklərə. Bəli. Nitq qabiliyyəti də yaxşı olur, yazı bacarıqları yaxşı olur, digərlərindən seçilir bununla. Yaxşı, belə. Bəli. Bəs müəllimlər, məkan vizual intellekt nədir? Məkan vizuala nələr aid edə bilərik? Müəllim, məkan vizual ən çox... Üzr istəyirəm. Buyurun. Əlinizi qaldırın, müəllim, söz verəcəm. Almaz xanım, buyurun. Məkan vizual intellektə sahib olan insanlar məkanı vizual şəkildə canlandırırlar. Bunlarda əsasən şəkillər, rəsmlər, rənglər formalaşır. Yəni onlar intellekt formasında formalaşır. Xəritələrlə iş görməyi sevirlər. Bəli, düzdür. Onların göz yaddaşı yaxşı olur. Getdikləri yerləri, gördükləri yuxuları belə yaxşı yadlarında saxlaya bilirlər. Memarlar, dizaynerlər. İncəsənət muzeylərinə getmək məkan vizualda, elmi muzeylərə getmək isə məntiqi riyazidə olur. Bəli, doğrudur. Elmi və planetari muzeylər məntiqi riyazidir. İncəsənət muzeyi məkan vizualdır, doğrudur. Belə, naturalistikdəki adından məlum təbiət, flora, fauna ilə bağlıdır. Musiqi ritmli adından məlum musiqi ilə bağlıdır. Ritim, melodiya. Bir də digəri də ki, nədir onun adı? Yox, bədən kinestetik hələ. Bədən kinestetik nədir bəs? Bədən kinestetikdəki elə adından məlum kinestetika, hərəkət, idman. Burada bir şey yadda saxlayın, praktiki öyrənmək var. Praktiki şəkildə toxunaraq, işi icra edərək, laboratoriyalarda. Bəli, doğrudur. Bunlar hamısı bədən kinestetikdir. Nəsə qurmaq, düzəltmək, bunlar da bədən kinestetik ola bilər. Bir işi icra edir, bəli. Belə. İdman üzrə gedən uşaqlar, yəni bunlar bədən kinestetik hesab edilir. Bədən kinestetikdir, bəli, doğrudur. Yaxşı, belə müəllimlər. Sonra deyirsiniz, digər nəzəriyyələrə də baxaq sizinlə.